Ömer ibn Abdülaziz rahimehullah deyir ki: "Vecedtu nefsi tevvaka ila kulli şeyin." Mən nəfsimi hər bir şeyə meyl göstərən, meyl edən gördüm. Yəni, yaxşı işlərə, gözəl işlərə, uca işlərə. Nəfsimə deyir, cənnəti verdiyim zaman bundan sonra başqasını istəmədi. Və ona görə insan nəfsinə cənnəti xatırlatmalı, cənnət üçün çalışmasını xatırlatmalıdır. İbn-i Cevzi rahimehullah buyurur ki: وَلَمْ أَرَى فِتْنَةً أَسْرَى فِي الْهَلَاكِ مِنَ الْاِفْتِتَانِ بِكَثْرَةِ النِّسَى. İnsanı həlaka aparan fitnələr içərisində qadın fitnəsindən daha sürətli bir fitnə görmədim. Yəni, insanın qadın fitnəsinə tez düşməsi və bu da insana böyük bir şər gətirir. Yəni, insandan tələb olunan bu kimi xəstəliklərdən, fitnələrdən yəni uzaq olmasıdır. Və həmçinin insan nəfsinə üz verən eyiblərdən, xəstəliklərdən onu bilmək ona vacibdir, ehtiyacı var. Nimətləri insan Allaha mənsub etməlidir. Amma insan nəfsi isə çox vaxt nemətləri Allaha yox, özünə mənsub edir. Yəni, Allah Teala hər dəfə nemət verdiyi zaman neməti nemət verənə yönəltmir, nemət verənə mənsub etmir və bunu da etiraf etmir. Allah Teala buyurur ki: وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ. Sizə verilən hər bir nemət Allah'tandır. İbn-i Qayyim rahimehullah buyurur: وَلَا خُرُوجَ لِأَحَدٍ مِنَ النَّاسِ طَرْفَةَ عَيْنٍ عَنْ نِعَمِ اللّٰهِ وَفَضْلِ اللّٰهِ وَإِحْسَانِ اللّٰهِ لَا فِي الدُّنْيَا وَلَا فِي الْآخِرَةِ. İnsanlardan heç kəs bir an olsa belə, göz qırpımı qədər olsa belə Allahın nemətindən kənarda qala bilməz. Yəni, insan bilməlidir ki, hər an, hər saniyə nemət içərisindədir. Həm bu dünya və həmçinin axirətdə. Nə qədər nemətlər var. Sadəcə nemətlər adiləşib. Bir də nəfəs almağı götürsə, insan gün ərzində 33 min nəfəs. Nəfəs baxımından görünür ki, 33 min nemət edir.